Tamam, xoş gördük sizləri. Bugünkü mövzumuz Avropa regionuna daxil olan ölkələr haqqında qısa və ümumi şəkildə məlumat verməyə çalışacağıq. Onların yerlərini xəritədə öyrənməyə çalışacağıq. İlk növbədə Şimali Avropa regionuna daxil olan ölkələrə baxırıq. Şimali Avropa regionunda ada mövqeyinə malik olan ölkə İslandiyadır. İslandiyanın paytaxtı Reykjavik şəhəridir. İslandiya qütb dairəsi kəsmir, yəni qütb dairəsi bu şəkildə keçdiyinə görə 66,5 dərəcə şimal qütb dairəsindən söhbət gedir. Qütb dairəsi kəsməyinə görə o mülayim işıqlama qurşağında yerləşir. Mülayim işıqlanma qurşağında. Daha sonra Şimali Avropa regionuna daxil olan yarımada mövqeyinə malik olan ölkələr Norveç, İsveç, Finlandiyadır. Norveçin paytaxtı Oslo şəhəri, İsveçin paytaxtı Stokholm, Finlandiyanın paytaxtı Helsinki şəhərləridir. Norveç, İsveç, Finlandiya və buradan da Rusiya var. Şimali Avropa regionunun bu hissəsinə düşür. Bu ölkələrin dördünü də qütb dairəsi kəsir. Yəni iki qütb dairəsi kəsilsə iki işıqlanma qurşağında yerləşir deməkdir. Qütb işıqlanma qurşağı aşağı hissəsi mülayim işıqlanma qurşağında yerləşirlər. Norveçin və İslandiyanın Norveç və İslandiya iki okeana çıxışı var. İkisinin də yuxarıdan Şimal Buzlu okeana, aşağıdan isə Atlantik okeana çıxış əldə edirlər. Buna görə iki okeana hövzəsinə aiddir bu regionun çayları. Burada Skandinaviya yarımadasında Skandinaviya dağları yerləşir deyə Norveç, İsveç, Finlandiya əsasən dağlıq ölkə hesab olunurlar. İsveçin fikir versək buradan yuxarıdan Norveç ilə Finlandiya sərhəddir. Buna görə də İsveç Şimal Buzlu okeana çıxış əldə eləmir, çıxışı yoxdur. Daha sonra burada Norveç ilə Rusiyanın, diqqətlə fikir versək, bu hissədə Norveç ilə Rusiyanın, bu hissə Rusiyadır. Norveç ilə Rusiyanın sərhəddi var. Yəni Norveç ilə Rusiya ölkə olaraq sərhəddi və ikisinin də Şimal Buzlu okeana çıxışı var. İsveçin isə Rusiya ilə sərhəddi olmadı. Çünki Finlandiya imkan vermir buradan. Və burada Şimali Avropa regionunda Kola yarımadası da yerləşir ki, Rusiya Kola yarımadasına düşür. Skandinaviya yarımadasına isə Norveç və İsveç düşür. Daha sonra aşağı hissədə isə Jutlandiya yarımadasında yarımada mövqeyinə malik olan Danimarkadır. Danimarkanın paytaxtı Kopenhagendir. Danimarka dövlət yarımadada, paytaxtı isə adada yerləşən yeganə dövlətdir. Zelandiya adası var burada. Zelandiya adasında yerləşir paytaxtı. Deməli, hansı ölkələr oldu? İslandiya, Norveç, İsveç, Finlandiya, Danimarka. Şimali Avropa regionuna aid oldu. İki ölkənin çıxışı olan İslandiya, Norveç. Rusiya ilə sərhəddi yoxdur İsveçin. Özü yarımadada, paytaxtı adada yerləşən Danimarka oldu. Daha sonra Finlandiyada burada qütb dairəsi kəsir. Qütb dairəsi kəsəndən sonra qütb dairəsindən yuxarıda bir dənə onun gölü var. Inari gölü. Qütb işıqlanma qurşağında yerləşir. Norveç, Finlandiyanı biz ümumiyyətlə göllər ölkəsi də adlandırırıq. Hətta 60 mindən çox gölü var burada. Burada bizim dediyimiz ən məşhur göllər Sayma, Inaridir. İsveçdə Vinyerin, Veterin gölləridir. Göllərin adlarını çəkirik və buzlaq tektonik mənşəli çökəklərə malikdir. Şimali Avropa regionuna görə də fiord tipli sahillərə malikdir. Yəni girintili çıxıntılı sahillərə malikdir. Daha sonra Orta Avropaya daxil olan ölkələrə baxırıq. İrlandiya paytaxtı Dublin ada mövqeyinə malikdir. İrlandiya adasında yerləşir. İrlandiya adasının bu hissəsi Böyük Britaniyaya məxsus olduğuna görə İrlandiyanın Böyük Britaniya ilə quru sərhəddi var. Daha sonra Böyük Britaniya adası, Böyük Britaniyanın paytaxtı London şəhəridir. Sonra Almanya paytaxtı Berlin, burada yerləşir Niderland paytaxtı Amsterdam, Belçika paytaxtı Brüssel, burada Almanya, Fransa və Belçikanın sərhədində yerləşir Lüksemburq, inkişaf etmiş ölkədir. Paytaxtı Lüksemburq, Fransa paytaxtı Paris, İsveçrə paytaxtı Berlin, İsveçlə İsveçrəni qarışdırmırıq. İsveç Şimali Avropa'dır, İsveçrə isə Orta Avropada materik daxili mövqeyə malik olan ölkədir və Avstriya paytaxtı Viyana. Bu ölkələrdən materik daxili mövqeyə malik olan İsveçrədir, yəni dünya okeana çıxışı yoxdur. Avstriyadır, Lüksemburqdur və burada Avstriya ilə İsveçrənin arasında 4 yazılan yerdə Liechtenstein adında dövlət yerləşir, paytaxtı Vadusdur. Bunlar materik daxili mövqeyə malikdir, yəni heç bir okeana çıxışı əldə eləmirlər. İrlandiyanın dedik ki, Böyük Britaniyanın quru sərhədi var. Burada Böyük Britaniyadır və Fransadır, Greenwich xətti kəsir. Greenwich xətti kəsdiyinə görə 3 yarımkürədə yerləşirlər bu ölkələr. Şimal yarımkürəsi, şərq yarımkürəsi və qərb yarımkürəsində yerləşir. Greenwich meridianı başlanğıc meridianı hesab olunur. Londonda Greenwich rəsədxanasından keçdiyinə görə biz onu Greenwich meridianı adlandırırdıq. Sonra burada Avstriya, İsveçrə, Fransa, Almaniyanın ərazisindən düşən aşağı hissədə İtaliya Cənubi Avropaya aid olan ölkədir. Alp dağları yerləşir. Orta Avropa ilə Cənubi Avropanın sərhədində yerləşir. Alp dağlarda. Alp dağlarda Qərbi Avropanın ən hündür zirvəsi Mont Blanc zirvəsi yerləşir. 4807 metr yüksəkliyə malikdir. Və bu ölkələrin də hamısı Qərbi Avropada inkişaf etmiş ölkələr hesab olunurlar. Amma İrlandiya inkişaf etmiş ölkələrdə orta inkişaf səviyyəsinə malik olan ölkə hesab olunur.
Daha sonra gəldik ki, Cənubi Avropanın ölkələri Portuqaliya, paytaxtı Lissabon, İspaniya, paytaxtı Madrid. Burada bir yazılan yerdə mikrodövlət olan Andorra yerləşir. Andorranın dənizə birbaşa çıxışı yoxdur. Fransa ilə İspaniyanın sərhədində yerləşir. Fransanın daxilində yarım anklav olan, yəni bir tərəfi su, digər tərəfi isə ölkə tərəfi, üç tərəfi isə ölkə ilə əhatəlidir, bir ölkə ilə. Buna deyirlər yarım anklav. Monako yerləşir, paytaxtı Monakodur elə. İtaliya Apenin yarımadasında yerləşir. İtaliya dövləti Cənubi Avropaya aiddir. İtaliyanın tərkibində iki dənə mikro dövlət var. Həmçinin anklav dövlət hesab olunurlar. 3 yazılan yer Vatikandır, paytaxtı Vatikan. 4 yazılan yer isə San Marinodur, paytaxtı San Marinodur. Və bu ölkələrdəki mikro dövlətlərdə həmçinin Apenin yarımadasında İtaliyanın anklavları hesab olunur. Yəni hər tərəfdən İtaliyanın əhatə olunub. İtaliyanın paytaxtı isə Romadır. Burada ada mövqeyinə malik olan Malta var. Maltanın paytaxtı Valettadır və Balkan yarımadasından sonra Yunanistan paytaxtı Afina aiddir Cənubi Avropa regionuna. Cənubi Avropa regionundan Qrinviç xətti ilə kəsişən ölkə İspaniyadır. Deməli, Avropa regionunda 3 yarımkürədə yerləşən ölkələr hansılar oldu? Böyük Britaniya, Fransa və İspaniya. Bu ölkələr 3 yarımkürədə yerləşmiş hesab olundular. Portuqaliya Aralıq dənizi iqlim tipində yerləşir. Codyarpaqlar yeşilmiş kolluqlar təbii zonası yayılıb. Torpağı qonur torpaqlardır. Daha doğrusu üzrüsən qəhvəyi torpaqlardır və sitrus meyvəsini inkişaf edib. Amma Portuqaliyanın Aralıq dənizinə çıxışı yoxdur. Aralıq dənizi burada qurtarır. Cəbəltərin boğazı ilə artıq Atlantik okeana keçid olur. Yəni Portuqaliya Atlantik okean sahilində yerləşir. Aralıq dənizinə çıxışı yoxdur deməkdir. Və digər ölkələrdə inkişaf etmiş ölkələrdə anklav dövlətlərdə qeyd elədik. Bunlar da Cənubi Avropaya aid olan ölkələr idi. Daha sonra Şərqi Avropa regionunda mərkəzi Baltikyanı ölkələrimiz var. Rusiyadır, paytaxtı Moskva, Estoniya paytaxtı Tallin, Latviya paytaxtı Riga, Litva paytaxtı Vilnius, Polşa paytaxtı Varşava və Belarus var paytaxtı Minsk. Bunlardan Estoniya, Latviya, Litva Baltikyanı ölkələr qrupuna daxildir. Digərləri isə Şərqi Avropa ölkələri hesab olunurlar. Əsasən Şərqi Avropa düzənində yerləşdiklərinə görə mövqelərdə düzənlik mövqeyə malikdir. Bunlardan bir dənə Belarusun Baltik dənizinə çıxışı yoxdur. Materik daxili mövqeyə malikdir. Yəni ümumiyyətlə dünya okeanında birbaşa çıxışı yoxdur deyirik. Daha sonra keçdiyim növbəti slayda burada Mərkəzi Orta Avropa var, bir də Mərkəzi Avropa var. Burada da Mərkəzi Avropa hissəsinə aiddir. Çexiya paytaxtı Praqa, Slovakiya paytaxtı Bratislava. İkisi də materik daxili mövqedir. Macarıstan paytaxtı Budapeşt, materik daxili mövqeyə malikdir. Bunların heç birinin dünya okeana birbaşa çıxışları yoxdur. Burada Macaristandır. Sloveniyanın artıq bu çıxışı var. Paytaxtı Ljublyana'dır, Sloveniya paytaxtı. Və Adriatik dənizinə çıxış əldə edir Sloveniya. Bunlar da Mərkəzi Avropa ölkələri idi. Daha sonra Cənub-Şərqi Avropa ölkələrinə hansı ölkələr daxildir? Buradan Sloveniya buraydı, bayaqlar dediyi Mərkəzi Avropaya aiddir. Gəldi Adriatik dənizinə çıxış əldə edən Xorvatiya var, paytaxtı Zagreb. Bosniya və Hersegovina, paytaxtı Sarayevo. Serbiyanın dünya okeana birbaşa çıxışı yoxdur, paytaxtı Belqrad. Kosovanın dünya okeana birbaşa çıxışı yoxdur, paytaxtı Priştina. Şimali Makedoniyanın dünya okeana birbaşa çıxışı yoxdur, paytaxtı Skopje. Daha sonra buradan Adriatik dənizinə çıxır Montenegro paytaxtı Podgorica, Albaniyanın paytaxtı Tirana. Daha sonra bu tərəfdən Ukrayna, Cənub-Şərqi Avropa regionuna aiddir. Paytaxtı Kiyev, Qara dənizə çıxış əldə edir. Moldovanın Qara dənizə çıxışı yoxdur, paytaxtı Kişinyov. Rumıniya, paytaxtı Buxarest, Bolqarıstan, paytaxtı Safiya və bunların da Qara dənizə çıxışı var. Deməli, Cənub-Şərqi Avropa ölkələrinin Ukraynanın, Rumıniyanın, Bolqarıstanın Qara dənizə çıxış əldə elədi. Ümumiyyətlə dünya okeana çıxışı olmayan, birbaşa çıxışı olmayanlar Serbiya idi. Kosovadır, müstəqillik bütün ölkələr tərəfindən tanınmır və Şimali Makedoniyadır. Bunlarsa dünya okeanına birbaşa çıxış əldə eləmir deyirik. Ərazilərindən Dinar və Balkan dağları yerləşir. Daha sonra gəldik dənizlərə çıxış əldə edən ölkələr. Baltik dənizinə çıxış olan ölkələr hansılardır? Baltik dənizinə çıxır İsveç, Finlandiya, buradan Rusiya, Estoniya, Latviya, Litva, bura yenə Rusiyanın vilayətidir, Kaliningrad vilayəti, Polşa, Rusiyanın vilayəti olduğuna görə Polşa ilə Rusiya bir-birlərindən sərhəddi deməkdir. Daha sonra Almaniya və Danimarka Baltik dənizinə çıxış əldə edir. Danimarkanın paytaxtı Zelandiya adasında yerləşir, Kopenhagen şəhəri. Zelandiya adası da buradır. Deməli, Şimali Avropa regionundan Baltik dənizinə çıxışı olmayan hansı oldu? Norveçlə İslandiya çıxışı olmadı. Digərlərinin isə çıxışı oldu. Hətta Şərqi Avropa ölkələrinin də çıxışı oldu. Daha sonra gəldik Şimal dənizinə çıxışı olan ölkələr hansılardır? Şimal dənizi yuxarıdan Norveç, İsveç, Danimarka, Almaniya, Niderland,
Belçika, Fransa və Böyük Britaniya Şimal dənizinə çıxır. Norveç, İsveç, Danimarka, Almaniya, Niderland, Belçika, Fransa, Böyük Britaniya. Saat əqrəbi istiqamətinə baxmalıyıq ki, ola bilər ki, deyər ki, saat əqrəbi istiqamətində düzün buna görə. Və buradan da gördünüz ki, İrlandiyanın Şimal dənizinə çıxışı yoxdur birbaşa və Finlandiyanın da yox idi. Daha sonra gəldik Aralıq dənizinə çıxışı olan Avropa ölkələri hansılardır? Aralıq dənizinə çıxır İspaniya. Aralıq dənizinə çıxır buradan Andorra dövləti var. Daha sonra Aralıq dənizinə çıxır, Andorra deyirəm, Monako buradan. İtaliya. Aralıq dənizinə çıxır Yunanistan, Xorvatiya, Bosniya-Herseqovinya. Buradan çıxır deməli Albaniya ilə Makedoniya, Montenegro. Sonra Yunanistan, Asiyadan Türkiyə, Suriya, Livan, İsrail, gəldik. Afrikadan çıxır Misir, Liviya, Tunis, Əlcəzair və Mərakeş. Bu dövlətlərin Aralıq dənizinə çıxışı var. Cənubi Avropadan Portuqaliyanın Aralıq dənizinə çıxışı olmadı. Aralıq dənizinə çıxışı olan İsrailin iki ölkəyə çıxışı var. Aralıq dənizinə və Qırmızı dənizə çıxdığına görə həm Atlantik okeana, həm də Şimal buzlu okeana Şimal buzlu deyirəm, Hind okeana çıxış əldə eləyir. Buradan da ölkələrin adlarını getə-getə vermişəm. Bir də burada Türkiyənin ərazisində Kipr var, müstəqillik əldə eləyib. Ən son müstəqillik əldə edən ölkələrdəndir. Kiprində çıxışı var. Türkiyə, Suriya, Livan, İsrail. Afrikadan Mərakeş, Tunis, Əlcəzair, Liviya, Misir. Avropadan İspaniya, Fransa, Monako, İtaliya, Malta, Sloveniya, Xorvatiya, Montenegro, Albaniya, Yunanistan və Bosniya dövlətləri Aralıq dənizinə çıxış əldə elədilər. Daha sonra gəldik növbəti slayta. Qara dənizə çıxış əldə edən ölkələr hansılardır onlara baxaq. Qara dənizə şimaldan saat əqrəbi istiqamətində baxsaq, şimalda Ukrayna, Rusiya, Gürcüstan, Türkiyənin ərazisidir. Türkiyə həmçinin Avropada olan hissəsidir. Buradan ona görə Yunanistanın çıxışı yoxdur. Bolqarıstan, Rumıniya. Moldovanı da görürük ki, Qara dənizə çıxışı yoxdur. Hansı ölkələr oldu? Ümumilikdə deməli, deyirik ki, 6 ölkənin çıxışı var. Ukrayna, Rusiya, Gürcüstan, Türkiyə, Bolqarıstan, Rumıniya. Qara dənizdə hansı limanlarımız var? Ukraynanın ərazisində Odessa limanı var. Rusiyanın ərazisində Novorossiysk limanı, Soçi limanları. Gürcüstanın ərazisində Batumi limanı. Türkiyənin ərazisində Trabzon, Samsun, Zonguldak limanları Qara dənizə çıxış əldə eləyirlər bu limanlar. Daha sonra gəldik Xəzər dənizinə. Xəzər dənizdə Avropa ilə Asiya sərhədində yerləşdiyinə görə buna da baxırıq. Xəzərə çıxış əldə edən ölkə 5 dənə ölkədir. Saat əqrəbi istiqamətində baxsaq və ən böyük uzun sərhəddi Qazaxıstandır. Qazaxıstan, Türkmənistan, İran, Azərbaycan və Rusiyadır. Xəzər dənizi faydalı qazıntı olaraq neft qaz ehtiyatları ilə yaxşı təmin olunub. Neft ehtiyatına görə Xəzərdə Qazaxıstan seçilir. Qazaxıstanda sizin quru hissəsində çıxarılır. Qaz ehtiyatına görə Azərbaycan seçilir. Şah dəniz yatağına görə artıq qaz hasılatına görə lider ölkə hesab olunur. Daha sonra materik daxili mövqeyə malik olan ölkələrə baxaq Avropada. Avropada materik daxili ölkəyə malik Şərqi Avropadan Belarusiya idi, Çexiya idi, Slovakiyadır, Avstriyadır, İsveçrədir. Sonra burada Andorradır. San Marino'dur, Vatikan'dır, Serbiyadır, Makedoniyadır, Kosova var idi dedik burada. Müstəqillik bütün ölkələr tərəfindən tanınmayıb. Daha sonra bu hissə də Macarıstandır və burada da Moldova deməli, materik daxili mövqeyə malikdir və dünya okeanına birbaşa çıxış əldə edə bilmirlər. Daha sonra Avropada 3 yarımkürədə yerləşən, yəni Qrimviç xəttini kəsişən ölkələr İngiltərə, Böyük Britaniya, Fransa, İspaniyadır. Görürük ki, Norveçi kəsmir, İslandiyanı da kəsmir. Qrimviç xətti 3 dənə ölkəni kəsir. Yəni 3 dənə ölkə yerləşir 3 yarımkürədə. Və qütb dairəsi kəsən iki işıqlanma qurşağında yerləşən ölkələr hansıları idi? İndi burada xətti yuxarıdan çəkməliydim, ora düşdü. 2 işıqlanmada yerləşən və qütb dairəsi kəsişən ölkələrimiz Norveç, İsveç, Finlandiya, bir də yuxarı hissədən Rusiyanı kəsirdi. İslandiyanı qütb dairəsi kəsmirdi. Daha sonra növbəti slayda baxsaq, növbəti slayda yarımada və ada mövqeyində yerləşən ölkələr haqqında məlumatdır. Skandinav yarımadasında 3 dənə ölkə, Norveç, İsveç, Finlandiya yerləşirdi. Kola yarımadası Skandinav yarımadasının şimal hissəsində şərqə doğru uzanıb Rusiya yerləşir. Jutlandiya yarımadasında Danimarka yerləşirdi, paytaxtı Zelandiya adasında və Jutlandiya yarımadasında Almaniyanın da bir hissəsi yerləşir. Amma əsas isə Danimarka yerləşir. Bretan yarımadası Fransaya məxsusdur. Pirineya yarımadasında yerləşir Portuqaliya, İspaniya, Andorra və Fransanın bir hissəsi.
Apenin yarımadasında İtaliya, Samarina, Vatikan onun anklavları, Balkan yarımadasında ise bir sıra ölkələr yerləşirdi, başta Yunanistan olmaqla. Türkiye'de Balkan yarımadasına düşür, çünkü bayaqları slaytda göstərdiyim ki, bir hissəsi Avropaya düşür. Ona göre Yunanistanın dedi ki, Qaradənizə çıxışı yoxdur. Bəzi adaların məxsus olduğu ölkələrə baxsaq, Norveçə məxsus olan adalar, Spitsbergen adası var, bir də Jan Mayen adında ada var Atlantik Okeanda. Bunlar Norveçə məxsus ada hesab olunur ən məşhur. Danimarkaya aid olan adalar Faroe və Qrenlandiyadır. Qrenlandiya dünyanın ən böyük adasıdır. Ölkə olaraq Danimarkaya məxsusdur. Amma fiziki baxımdan Şimali Amerika regionunda yerləşir Qrenlandiya. Portuqaliya məxsusdur. Azor və Madeira adaları vulkanik məişəl adalardır. İspaniyada yerləşir Kanar adaları və Balear adaları. Balear adalarında Menorka adında bir çimərlikdə fəaliyyət göstərir. Fransaya aid olan adalar Korsika adasıdır. Aralıq dənizində yerləşir. Martinika adasıdır. Atlantik Okeanda. Kerguelen adası, Hind Okeanında, Yeni Kaledoniya, Tuamotu. Bunlar yerləşir. Sakit Okeanda və Maskaran arxipelağı Afrikan sahilində Hind Okeanında yerləşən adalar qrupudur. Fransaya məxsusdur. Böyük Britaniya məxsus olan adalar Böyük Britaniya adası idi. Voznisenya, Müqəddəs Yelena, Tristan da Cunha, Go, Falkland və bu adaların da çox hissəsi vulkanik mənşəli adalar hesab olunurlar. Ölkələr haqqında, adalar, yarımadalar haqqında qısa şəkildə məlumatımız Avropa ölkələrindən bu qədər idi. Növbəti dərslərdə görüşərik.